Arıqlama marafonu olub arıqlaya bilməyən şəxsin 4-cü günündən hər kəsə salamlar. Bugün menyuda pomidor yumurta var idi, amma fərqli olaraq içinə əlavə göyərtə etmişdim. Fərqli bir təam idi. İstəyirsəniz həqiqi dadda olur. Mən prosta axşamdan hazırlamışdım deyə səhər biraz soyumuşdum. Nəysə, bu öz yerində. Sonra neyindim baxım. Daha sonra yenə otlarla özümü aldatmağa çalışıram. Yəni kim paytaxt salat dura-dura gedib çaxı xiyar yemək istəyər ki, sonra da mənə qınayırlar ki, niyə köçəlirsən? Yəni qardaş, bu boyda təam var. Köçəlməyib neyniyəcəyik? Nəysə, 4-cü gündə belə bağladıq. Belə yüngül olduğuna baxmayın, mən nələr yeyirəm. Nəysə, ümidvaram sizinkisi mənimkindən yaxşı gedirdir. Belə 5-ci gündə görüşmək üzrə.